Saatlar 21:00 göstərir. Xəbər axşamı ikinci saatı ilə davam edir. Azərbaycanla ABŞ arasında münasibətlər inkişaf dövrünü yaşayır. Prezident Donald Trump'ın hakimiyyəti dövründə ABŞ-Azərbaycan münasibətləri həddindən artıq yaxınlaşdı. Həm liderlər arasında, həm də qarşılıqlı olaraq iki dövlət arasında əlaqələr yüksək səviyyəyə qalxdı. Təsəvvür edin ki, artıq 907-ci düzəlişin ləğvindən söhbət gedir və ABŞ Azərbaycanı Sülh Şurasının üzvlüyünə də dəvət edib və artıq Azərbaycan da bu şuraya yer alacağını da təsdiqləyib və eyni zamanda da Azərbaycana ABŞ-nin vitse-prezidenti James David Vance də səfər edəcək və Vance'ın gözlənilən səfəri kifayət qədər böyük əhəmiyyətə malikdir və nəzərə alaq ki, ABŞ-nin prezidenti, o cümlədən vitse-prezidenti hər ölkəyə səfər etmir, həmçinin hər ölkənin rəhbərliyini qəbul etmirlər və bu Azərbaycanla ABŞ arasında inkişaf mərhələsini göstərir. Elə ABŞ-Azərbaycan əlaqələrini millət vəkilləri Cavanşir Feyziyev və Sultan Məmmədovla müzakirə edəcək. Xoş gəlmişsiniz. Axşamınız xeyir. Axşamınız xeyir. Cavanşir müəllim, elə istəyirəm birinci sizdən başlayaq. ABŞ vitse-prezidentinin ölkəmizə səfəri və Azərbaycan və eyni zamanda ABŞ arasında əlaqələrin artıq yeni mərhələyə keçməsi ilə bağlı. Yəni bu səfərdən gözləntilərimiz nələr olacaq? Səfərdən gözləntilər əlbəttə çox yüksəkdir. Çünki tendensiya özü bunu deməyə əsas verir. Prezident Trump'ın həm birinci prezidentlik dövründə, həm ikinci dəfə prezident seçiləndən sonra Azərbaycan-Amerika münasibətləri ümumiyyətlə keyfiyyətcə daha yeni bir münasibətlər sisteminə daxil olub və son 1-2 il ərzində artıq Azərbaycan prezidentinin Amerika prezidenti ilə görüşləri və bir neçə dəfə görüşləri və Amerika prezidentinin və eləcə də dövlət administrasiyasının, ABŞ administrasiyasının Azərbaycana münasibətdə atdığı addımlar onu deməyə əsas verir ki, münasibətlərimiz artıq strateji xarakter daşımağa başlayır və ona görə də məhz strateji tərəfdaşlıq haqqında müqavilənin imzalanması üzərində işçi qruplar yaradılıb və bu iş davam etdirilir. Hal-hazırda ABŞ vitse-prezidenti James Vance'in bölgəyə səfəri gözlənilir və Azərbaycana və Ermənistana səfər edəcək. Bu əlbəttə Amerika Birləşmiş Ştatları Azərbaycan və Amerika Birləşmiş Ştatları Ermənistan münasibətləri və xüsusilə Trump marşrutu adlandırılan Zəngəzur dəhlizi ilə birbaşa bağlıdır. Amma onda nəzərdən qaçırmaq olmaz ki, bu səfər İran-Amerika Birləşmiş Ştatları münasibətlərinin ən gərgin olduğu bir zamanda başlayır. Yəni bu hansısa bir, necə istədiyim, İran tərəfindən hər hansı bir təhdid, qorxu və ya belə bir şey yaşana bilərmi? Yox, bu hər halda bölgəyə səfər olmaqla yanaşı, həm də İrana bir mesajdır. Çünki İran ABŞ vitse-prezidentinin Azərbaycan rəhbərliyi ilə və ya Ermənistan rəhbərliyi ilə nələr danışdığından xəbəri yoxdur ki, və olmayacaq ki. Ona görə də yəni belə bir mesaj kimi başa düşülə bilər ki, İran rəhbərliyinə, yəni qonşu ölkələrlə məhz ABŞ-İran münasibətlərinin tənzimlənməsi haqqında məsləhətləşmələr aparılır. Ən azı belə bir görüntünü ehtimal etmək olar. Amma biz bilirik ki, bu daha çox birbaşa Azərbaycan-Amerika əlaqələrinə və Azərbaycan-Ermənistan əlaqələrinə aid bir səfərdir. Və bu səfərin də baş tutması əlbəttə Azərbaycan üçün də, Ermənistan üçün də çox mühüm əhəmiyyət daşıyır, bütövlükdə Cənubi Qafqaz bölgəsi üçün. Çünki tutaq ki, Azərbaycana və ya Ermənistana səfər etmiş Amerika liderlərindən biri sadəcə iki tərəfli münasibətləri deyil, eyni zamanda regionda baş verən hadisələr haqqında fikir mübadiləsi aparmaq imkanı yaradır. Ona görə bu cür səfərlər olduqca faydalıdır və bununla yanaşı iki tərəfli münasibətlər baxımından da Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında müzakirə olması məsələlər onsuz da çoxdur. Bayaq dediyim kimi strateji tərəfdaşlıq haqqında sənədin hazırlanması, digəri Amerika, ABŞ, Azərbaycan arasında ticarət münasibətlərinin inkişaf etdirilməsi, xüsusilə 907-ci düzəlişin tamamilə ləğvi və hərbi əməkdaşlığın yolunun açılması və bu kimi məsələlər Azərbaycan üçün, Azərbaycanın gələcəyi üçün
mühüm əhəmiyyət kəsb edən məsələlərdir və düşünürəm ki, bu səfər zamanı həmin məsələlər hamısı müzakirə predmeti olacaq. Və elə ABŞ mətbuatında da bir sıra mənbələr onu qeyd edirlər ki, ola bilsin ki, hətta görüşlərin bir hissəsi, yəni Azərbaycan və Ermənistan arasında da görüş keçirilsin, eyni zamanda James Vance'ın da iştirakı ilə və bu görüş neytral bir ərazidə və deyək ki, elə Zəngəzur koridorunda olsun. Yəni sizcə Sultan müəllim, bu ehtimal və bu proqnozlar nə dərəcədə mümkündür? Əvvəl onu qeyd edim ki, həmkarım hörmətli Cavanşir müəllim də qeyd etdiyi kimi, Amerika Birləşmiş Ştatları və Azərbaycan arasındakı bugün yeni bir inkişaf mərhələsi həm də prioritetlərin yenidən baxılmasına gətirib çıxarıb. Əgər illərlə xüsusilə Azərbaycan iki tərəfli münasibətlərdə 3 əsas prioritet istiqamətlərdən söhbət gedirdisə, bu təhlükəsizlikdir, enerji sahəsində əməkdaşlıq və xüsusilə illər ərzində Amerikanın 3-cü əsas prioritet istiqaməti ideoloji bir siyasət, yəni islahatların keçirilməsi, insan hüquqları, demokratiya məsələləri idisə, bugün artıq həmin o ideoloji fikirlərdən daha çox real münasibətlər ətrafında müzakirə gedir və 3-cü prioritet istiqamət bugün təhlükəsizlik, enerji mübadiləsi, iqtisadi münasibətlər qalır. Eyni zamanda bugün biz artıq yeni texnologiyanın inkişafı, süni intellektin inkişafı istiqamətində danışıqlar aparırıq və Cavanşir müəllimin qeyd etdiyi kimi həmin o strateji əməkdaşlıq xartiyasının hazırlanmasında əsas istiqamətlərdən biri budur. Bu əlbəttə bu sənədin hazırlanması artıq iki ölkənin milli maraqlarına xidmət edən, regionun inkişafına xidmət edən, təhlükəsizliyə xidmət edən bir istiqamətdir və bu əlbəttə bizi çox sevindirir. Çünki biz əgər istər Obama, istər Biden administrasiyası dövrlərinə baxsaq, bugün artıq yeni bir mərhələyə qədəm qoymuşuq. Çünki burada əlbəttə Amerikanın regionda öz maraqları, eyni zamanda Azərbaycanın müstəqil siyasəti və Azərbaycanın Amerikanın hər zaman əsas prioritet saydığı qərblə şərqi birləşdirən bir körpü rolunu oynaması və bu istiqamətdə bugün regionda ən əsas İrandır, Rusiya kimi rəqibləri qarşısında müstəqil siyasət həyata keçirən, təhlükəsizliyi təmin edən, sülhə xidmət edən bir ölkənin inkişafı və onunla əməkdaşlıq əlbəttə Amerikanı maraqlandırır və bugün Amerikanın ikinci şəxsinin regiona səfəri və qeyd olunduğu kimi xüsusilə bugün dünyada baş verən çətin bir dövrdə bir sıra regional ölkələrə bir mesaj kimi bu səfərin çatdırılması və eyni zamanda iki tərəfli münasibətlərin inkişafı üçün mütləq qaydada bir zəmin yaradacaq, inkişafına zəmin yaradacaq və Azərbaycan ilə Ermənistan arasında münasibətlərə mütləq qaydada dəstək göstərəcək bu səfər bütün dünya ictimaiyyətinə bir mesajdır və eyni zamanda bütün müzakirələr zamanı Azərbaycanın sülh siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasını təsdiq edən bu səviyyədə olan bir münasibətlər eyni zamanda sizin qeyd etdiyiniz kimi proqnozlaşdırsaq əlbəttə o üç tərəfli görüşlərin keçirilməsi, hansı ərazidə keçirilməsi bu hər zaman baş verə bilər, amma əsas məqsəd bugün qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün artıq o hədəflərdən biri olan məhz həmin o TRIP layihəsinin reallaşdırılması məsələsidir. Çünki onun ətrafında bugün çox müzakirələr gedir, regionda digər ölkələrin maraqları, hər hansı bir digər ölkələrin iştirakı məsələsi, bu sualların qarşısını almaqdan ötürü real olaraq bu layihənin icrası mütləq qaydada bu səfərdən çox asılıdır. Və onu qeyd edim ki, Azərbaycan bugün artıq bütün dünyaya sülh siyasətini həyata keçirən və bir nümunəvi, bir etalon, bir yanaşma təqdim edən bir ölkəyə çevrilmişdi və Amerikanın da bugün maraqları əvvəl dediyim kimi o ideoloji siyasət ətrafında deyil, bugün reallıqlara əsaslanaraq praktiki münasibətlərin inkişafına yönəlib və bir məqamı qeyd edim ki, əgər 2024-cü ildə bizim hər zaman əlbəttə istər humanitar sahədə, istər siyasi, istər iqtisadi münasibətlərin inkişafında bəzi rəqəmlər bizi çox maraqlandırır. İqtisadi münasibətlərimizdə bugün ticarət mübadiləsi artıq əgər 2024-cü ildə 1 milyarda yaxındırsa, bugün 1.7 milyard olmağı onu göstərir ki, artıq doğrudan da iki tərəfli münasibətlər milli maraqlara əsaslanaraq məhz iqtisadi münasibətlərin inkişafına öz töhfəsini vermiş olub. Bu barədə çox danışmaq olar. Bugün nəinki iqtisadi, nəinki siyasi, eyni zamanda bugün hətta humanitar sahədə də artıq münasibətlərin inkişafının biz şahidi oluruq. Və düşünürəm ki, vitse-prezidentin Azərbaycana və Ermənistana səfəri həm iki tərəfli
hörmətli Cavanşir müəllim qeyd etdiyim, həm mütləq qaydada ikitərəfli münasibətlərin inkişafına böyük zəmin yaradacaqdır, böyük dəstək olacaqdır. Bundan başqa bizim əsas hədəfimiz olan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yeni bir mərhələ olacaqdır. Aydın, çox təşəkkür edirəm. Cavanşir müəllim, baxın, əslində biz görürük, elə mediadan da siz də izləyirsiniz və bütün prosesləri müşahidə edirsiniz ki, Zəngəzur dəhlizinin bu tikilməsi və əmələ gəlməsi üçün Azərbaycan tərəfindən dəmir yollarının bərpası Naxçıvan istiqamətində olsun və digər yerlərdə artıq bu proses başlayıb. Lakin Ermənistan tərəfindən təəssüf ki, hələlik bu prosesin icrası o qədər də aktiv şəkildə nə mediada işıqlandırılır, nə də ki, hər hansı bir praktiki addımların atıldığı müşahidə olunur. Yəni, sırf ABŞ vitse-prezidentinin bu görüşündən sonra, yəni prosesin nə dərəcədə, yəni bu prosesin irəlilənməsi üçün hansı təkanları verəcək? Tamamilə doğru deyirsiniz. Məhz elə bu məsələdə James Vance'in gəlişi, bölgəyə gəlişi bu məsələnin də sürətlənməsinə birbaşa təsir edəcək. Çünki yəni bu Trump marşrutunun ortaya çıxması bir ideya olaraq, onun olacağı haqqında artıq ilkin bəyanatın rəsmi şəkildə imzalanması Amerikanın təşəbbüsüdür. Və ona görə də Ermənistan öz-özlüyündə, əlbəttə Ermənistandan bunu gözləmək olmazdı ki, Ermənistan o qədər xərci özlərinə götürəcək və bu işi görə biləcək. Ermənistan hal-hazırda bu proyekt, bu layihə üzrə Amerika Birləşmiş Ştatları tərəfindən ilkin vəsait ayrılıb və çox güman ki, bunun iqtisadi əsaslandırması, planlaşdırılması, layihələndirilməsi və s. işləri hər halda yavaş sürətlə də olsa aparılır və vitse-prezidentin bölgəyə səfəri məhz şübhəsiz ki, bu məsələyə də öz təsirini göstərəcək. Digər tərəfdən bu Azərbaycan üçün nə qədər vacibdirsə, Ermənistan özü üçün də, Amerika Birləşmiş Ştatları üçün də, Avropa üçün də, Çin üçün də bir o qədər əhəmiyyətli bir yoldur, əhəmiyyətli bir marşrutdur. Çünki Zəngəzur dəhlizi əslində sadəcə Azərbaycanın Naxçıvana birləşdirmir. Bir tərəfdən bütün Türk dünyasının quru yolla birləşməsini təmin etmiş olur. Digər tərəfdən şərqlə qərb arasında, Avropa ilə Asiya arasında quru yolunu və ən qısa quru yolunu təmin etmiş olur. Və üçüncü bir tərəfdən Amerika Birləşmiş Ştatlarının Avropa qitəsindəki maraqlarına xidmət edir. Yəni, hazırda Rusiya-Ukrayna müharibəsinin fəsadları olaraq Rusiya üzərinə qoyulmuş embargolar, sanksiyalar və Rusiya ərazisindən keçən marşrut xətlərinin dondurulması bütün dünyanı vadar edir ki, alternativ və daha ucuz başa gələn və daha əlverişli bir yol tapılsın. Və bu yol da yeni deyil. Bu yol elə 2500 təxminən 2200 il əvvəl də mövcud idi. Bu qədim İpək yoludur ki, Mərkəzi Asiyadan gəlib Cənubi Qafqazdan keçməklə Avropaya gedirdi və Azərbaycan da müstəqilliyini bərpa etdikdən sonra irəli sürdüyü ilk təşəbbüslərdən biri, Heydər Əliyevin şəxsən irəli sürdüyü ilk təşəbbüslərdən biri qədim İpək yolunun canlandırılması idi. Və bunun üçün Traseka təşəbbüsü irəli sürüldü və o təşəbbüs çərçivəsində də çox işlər görülüb. Sonra digər neft-qaz ehtiyatlarının nəqli üzrə bir sıra layihələr irəli sürüldü. Düzdür, bəziləri həyata keçmədi, amma sonunda Cənub qaz dəhlizinin də Azərbaycan təşəbbüsü ilə həyata keçirilməsi qədim İpək yolunun bütün komponentləri daxil olmaqla bərpasını təmin etmiş olur. Və belə bütövlükdə qlobal nöqteyi nəzərdən bu Zəngəzur dəhlizinə baxsaq, bu Azərbaycanın təşəbbüsüdür və tələbidir həm də Ermənistandan. Digər tərəfdən bütün dünyanın maraqlarına cavab verir və bunu həyata keçirməyin təşəbbüsünü də Amerika Birləşmiş Ştatları öz üzərinə götürüb. Və ona görə düşünürəm ki, vitse-prezidentin Ermənistan siyasi rəhbərliyi ilə görüşlərində müzakirələrin elə çox böyük hissəsi məhz bu yolla bağlı olacaq. Və bu yol doğrudan da sadəcə tranzit logistika yolu olmayacaq, həm də sülh yolu olacaq doğrudan da. Ermənistanla Azərbaycan arasında, eləcə də Ermənistanla Türkiyə arasındakı bütün ziddiyyətlər düşünürəm ki, bu yol olduqdan sonra tamamilə aradan qaldırılacaq. Siz işlərin gedişi ilə bağlı qeyd etdiniz, bəli.
Azərbaycan ərazisində, dəmir yolunun Azərbaycan ərazisindən keçən bütün hissəsində ta Ermənistan sərhədində Ağbəndə qədər olan bütün yollar, həm avtomobil yolları, həm dəmir yolları artıq hazırdır. Naxçıvanın öz ərazisində 180 kilometr uzunluğunda yolların çəkilməsi davam etdirilir. Türkiyədən Naxçıvana doğru yollar çəkilir, amma Ermənistan ərazisindəki Həmən o hissədə 42 kilometrlik segmentdə Ermənistan Amerika Birləşmiş Ştatlarının maliyyəsini və texniki dəstəyini gözləyir, çox güman ki. Sultan müəllim, baxın, əgər biz danışırıq orta dəhlizdən Çinin bir kəmər bir yol yəni təşəbbüsündən və eyni zamanda da əgər ki biz nəzər salsaq, yəni hələlik Zəngəzur koridoru dəhlizinin açılmaması hələ və bu proseslərin daha əvvəldən olmaması, yəni Azərbaycan üzərindən keçən bu bəzi tranzit yüklərin İran vasitəsilə və ya qonşu Rusiyamız vasitəsilə keçdiyini biz müşahidə etmişik illərlə və hazırda artıq daha qısa və daha alternativ və daha uyğun bir marşrut əmələ gəlib. Və əgər ki biz belə baxsaq, yəni bir tərəfdən Amerika ilə və Çin arasında olan bəzi tarif siyasətləri və s. yəni bu Zəngəzur dəhlizinin yaranmasından sonra və onun fəaliyyətindən sonra ABŞ sizcə Çin məhsullarına orta dəhlizdən keçməsinə icazəmi verəcəkmi? İran tərəfi sizcə bu layihədən sevinirmi yoxsa yox? Elə Rusiyanın öz tərəfindən də biz baxsaq, yəni bu prizmadan. Yəni Zəngəzur dəhlizi həm siyasi, həm də iqtisadi baxımından, yəni hansı üstünlükləri və hansı suallar doğurur qonşu ölkələrdə? Əlbəttə, çox maraqlı mövqedir. Nəzərə alaraq ki, siyasi cəhətdən əlbəttə bayaq Canan Şümən də qeyd elədi, bu sülhə xidmət edəcək bir layihənin icrasıdır. İqtisadi cəhətdən bilirsiniz ki, baxmayaraq ki, Çin bugün Amerikanın iqtisadi rəqibi kimi bütün istiqamətlərdə biz bunun şahidi oluruq. Lakin Amerika Birləşmiş Ştatları bugün də məhz Şərqi, Qərbi ilə, Avropa ilə birləşdirən bu layihənin icrasını tam olaraq dəstəkləyir və elə belə də deyil ki, həmin o TRIP layihəsinin icrasına həm siyasi, həm iqtisadi dəstək göstərir. Çünki bu onsuz da Azərbaycanın orta dəhliz layihəsi bugün də Çindən yüklərin Avropaya daşınması üçün icra olunan bir layihədir. Lakin bəzən bu əlbəttə suallar doğurur ki, bu bəzi hansı ölkəyə ola bilər, mənfi təsirini göstərə bilər. Amma cənab prezident də hər zaman qeyd edir ki, yəni Zəngəzur dəhlizinin açılması regionda olan bütün ölkələrə yalnız və yalnız iqtisadi bir dəstək, iqtisadi bir marağında olan töhfə verəcəkdir. Yəni burada heç bir istər bilirsiniz ki, bu Gürcüstan ətrafında söhbətlər gedirdi, digər Rusiya, həm Rusiya da bunu dəstəkləyir, baxmayaraq ki, siyasi məsələsi tərəfinə gəldikdə əlbəttə burada öz geostrateji maraqlarını nəzərə alaraq bəzi böyük dövlətlər bu layihənin icrasına nə dərəcədə dəstək göstərməsi sualdır. Lakin iqtisadi cəhətdən bu region ölkələrinin hər birinə yalnız və yalnız xeyir gətirəcək. İstər Gürcüstan, bu demək deyil ki, Zəngəzur dəhlizinin açılması Gürcüstandan gedən yolun bağlanmasına səbəb olacaq. Xeyir, çünki Azərbaycan bugün həmin dəhlizin məhz yük daşıma potensialının artırılması üçün əlindən gələni edir və bu yolun açılması həm siyasi tərəfdən, həm Türk dövlətlərinin, həm regionun təhlükəsindən xidmət edəcək. Eyni zamanda məhz orta dəhlizin məhz yük keçirmə qabiliyyətini gücləndirəcəkdir, artıracaqdır. Yəni burada inanmıram ki, nə Amerika üçün, nə Rusiya, nə digər ölkələr üçün iqtisadi cəhətdən bir problem yaradır. Əlbəttə siyasi cəhətdən bu çox maraqlıdır. Çünki Azərbaycan bugün əgər bizim coğrafi mövqeyimizi nəzərə alsaq, bugün çox maraqlısı odur ki, Azərbaycan regionda olan bütün ölkələrlə öz münasibətlərini elə qurub ki, bugün Çinlə olan münasibətlərimiz, baxmayaraq ki, biz bugün Amerika-Azərbaycan münasibətlərinin ən inkişaf mərhələsindən danışırıq. Lakin eyni zamanda Azərbaycan-Çin münasibətləri də bugün ən yüksək səviyyədə inkişaf edir. Bu deməkdir ki, bugün həyata keçirdiyimiz bu layihə düzgün qiymətləndirilmiş, onun Canan Şüməm qeyd etdiyi kimi bu ilk günlərdən bizim qarşımızda olan bir hədəfdir və heç bir cəhətdən, iqtisadi cəhətdən ölkələr arasında hər hansı bir ziddiyyətə gətirib çıxarmayacaq. Lakin Amerikanın regionda
öz maraqları və xüsusilə bizim şimal və cənub qonşularımızın buradakı təsirinin neytrallaşdırılması və alternativ bir bu marşrutun yaradılması, təhlükəsiz marşrutun yaradılması Amerika Birləşmiş Ştatlarının da çox marağındadır və mən düşünürəm ki, əgər Çinin marağındadırsa, ABŞ-nın marağındadırsa, bugün başqa bir dövlətlərin, xüsusilə bugün regiondakı vəziyyəti nəzərə alaraq hər hansı müdaxiləsinə ehtiyac olmayacaq. Lakin bu mövzuda bir məsələni qeyd edim. Biz uzun illər Cavanşir müəllimlə Avropada bugün söz sahibi olan, demokratiyanı danışan Fransa-Azərbaycan münasibətlərində böyük işlər görmüşük, xüsusilə məndən qabaq Cavanşir müəllim. Amma bu heç də o demək deyil ki, bugün Avropada bir çox, baxmayaraq ki, Azərbaycan həm enerji təhlükəsizliyində böyük rol oynayır, eyni zamanda bugün Avropanın Aziya ilə iqtisadi münasibətlərində böyük rol oynayır. Lakin yenə də əfsuslar olsun ki, bir sıra ölkələr bu layihələrə siyasi maraqlarını nəzərə alaraq buna qarşı bir təhdid yaradırlar. Mən bugün elə maraqlandırdım. Bugün Fransanın Milli Assambleyasında yenə də o dırnaqarası siyasi məhbuslar haqqında yeni bir qətnamənin müzakirəyə çıxarılır. Yəni bunun səbəbi nədir? Səbəbi yalnız və yalnız reallığı anlamayan, regionun inkişafında öz mövqeyini itirmiş ölkələrin hər hansı bir qaydada bu uğurlu layihələrə təsir etməsidir və ABŞ-Amerika münasibətlərinin inkişafı və regionda həyata keçirilən həmin bu orta dəhliz layihəsinə olan dəstəyi məhz həmin qüvvələrin neytrallaşdırılması üçün çox önəmlidir. Çünki biz həm burada Rusiyanı nəzərə alırıq, həm İranı, lakin ABŞ-nin mövqeyinin xüsusilə milli maraqlara uyğun olaraq həyata keçirdiyi siyasət həmin Avropanın illərlə həyata keçirdiyi və bugün də çalışdığı siyasətin neytrallaşdırması üçün çox önəmlidir. Cavanşir müəllim, baxın 30 illik müddətdə Ermənistanın yəni öz səhvi və öz elədiyi bu hərbi cinayətlərə görə regiondakı bütün proseslərdən tamamilə ayrı qalmışdı və artıq Ermənistan özü də çox gözəl başa düşür ki, çox şey uduzub, halbuki vəziyyət tamamilə fərqli bir şəkildə ola bilərdi və Cənubi Qafqazda ən çox həm iqtisadi, həm də digər mövzularda qabaqcıl ölkələrdən elə birincisi Azərbaycandır. Və biz trip marşrutundan danışırıqsa, Zəngəzur koridorundan və bunun inkişafı üzrə, yəni Ermənistan 74% səhmini ABŞ-yə təklif etmək istəyir və 26%-ni isə özünə götürür. Təbii ki, 26% olduqca böyük rəqəmdir. İlkin razılaşma budur. Təbii ki, bəli. Və sonraki 50 il müddətində isə 49 illik dövr başa çatdıqdan sonra Ermənistan hökumətinin payı 49%-ə çatacaq. Yəni bu Zəngəzur dəhlizinin işə başlaması, Vensin artıq Cənubi Qafqaza gəlməsi, xüsusi Azərbaycan və Ermənistanla görüşü. Yəni bu Ermənistanın iqtisadi baxımından inteqrasiyası, yəni Azərbaycanın təməlini qoyduğu bu layihələrə bu nə dərəcədə dəyişəcək? Şübhəsiz ki, dəyişəcək. Bax, mən dedim, bu ilk növbədə Azərbaycanla yanaşı ilk növbədə həm də Ermənistan maraqlarına xidmət edir. Çünki sizin də qeyd etdiyiniz kimi Ermənistan artıq 30 ildən çox müddət ərzində özünü təcrid eləmiş vəziyyətdə, sanki mühasirədə qalmış bir ölkədir və inkişaf haqqında danışmağa dəyməz. İnsanlar ölkədən köç edib, yəni müstəqillik əldə edəndə Ermənistanda bugün olduğundan daha çox, ən azı 1 milyon daha çox adam yaşayırdı. Ən azı 1 milyon. Yəni bu illər ərzində onların apardığı bu siyasətin, işğalçılıq siyasətin nəticəsində öz ölkələrində demografik problem baş verib. 1 milyon əhali ölkədən köçüb, onsuz da çox da böyük olmayan bir icma deyək. Onun da 3də biri ölkəni tərk edib. İndi və bugün Ermənistanda hakimiyyətdə olan siyasi qüvvələr bunu anlayır. Onların bəyanatlarından, açıqlamalarından belə başa düşmək olur ki, bunu anlayır. Və onlar da çalışırlar ki, ictimaiyyəti başa salsınlar və ictimaiyyəti hazırlasınlar Azərbaycanla və Türkiyə ilə sərhədlərin açılmasına, əməkdaşlığın inkişaf etdirilməsinə və nəticə etibarilə Ermənistanın özünün ayağa qalxmasına. Amma bu təkcə Ermənistanın, Azərbaycanın, Türkiyənin, Amerikanın istəməsi ilə deyil. Bax, Sultan müəllim çox yerində qeyd etdi. Baxın, bu Avropada hal-hazırda Azərbaycana qarşı yönələn hər hansı bir təzyiq məhz yenə də bu Zəngəzur dəhlizi ilə bağlıdır. Baxın, 30 il ərzində onlar bizə həmişə təzyiq etdilər ki, biz Qarabağın azad olunmasını tələb etməyək. Sonda bu alınmadı.
və onların ümidləri boşa çıxdı. Qarabağ işğaldan azad olundu. Hətta Ermənistan özü siyasi rəhbərlik səviyyəsində Qarabağın Azərbaycan tərkib hissəsi olduğunu etiraf etdi və Avropalılar 30 ildən çox Ermənistanın işğalçılıq siyasətini dəstəkləmiş Avropalılar çox pis vəziyyətdə qaldılar. İndi başqa Amerika Birləşmiş Ştatları Azərbaycanla münasibətləri yaxşılaşdıqca Avropalılarda bir qısqanclıq yaranır. Hərçənd bu yol həm də Avropalılara xidmət edir. Hətta özləri də artıq barışmaq üçün əllərindən gələn edirlər. Bu yol özü də həm də Avropanın maraqlarına xidmət edir. Buna baxmayaraq onlar öz bu 30 illik bu hibrid müharibədə, yəni biz Ermənistana qalib gəlməmişik. Biz əslində bütün Avropaya və Ermənistanı dəstəkləyən bütün qurumlara və dövlətlərə qalib gəlmişik. Bu bir qlobal oyun idi və bu qlobal oyunu məhz Azərbaycanın apardığı siyasət dağıtdı və torpaqlar işğaldan azad olundu. Baxın, 2-ci Dünya müharibəsindən bu günə qədər dünyada 150-yə yaxın bu cür münaqişə var. Onlardan öz həllini tapmış yalnız bir münaqişə var. O da Qarabağ münaqişəsidir. Yalnız bir. Bu çox böyük göstəricidir. Ona görə Amerika siyasi rəhbərliyi Azərbaycana belə heyranlıqla yanaşır. Niyə? Çünki bunu bu şəkildə və baxmayaraq ki, tam həll etmək və Azərbaycanın bütün maraqlarının təmin olunması şərti ilə tam həll etmək və nəticədə hamını razı salmaq, o cümlədən məğlub olmuş Ermənistanı da razı salmaq, bu çox böyük mahir bir siyasət tələb eləyir. Bunu məhz Azərbaycan nümayiş etdirdi. Və ona görə indi Avropalılar qısqanırlar Azərbaycanın uğurlarını, özlərinin Ermənistanı dəstəkləməklə bağlı apardıqları siyasətin iflasa uğramasını. Ona görə vaxt aşırı onlar Azərbaycana qarşı hansısa təzyiqlər edəcəklər, hansısa mənasız bəyanatlar verəcəklər, qətnamələr qəbul edəcəklər, istər Avropa parlamentində, istər Avropa Şurasının parlament assambleyasında. Sultan müəllim də, mən də bu qurumlarda dəfələrlə olmuşuq. Çox ağır müzakirələrdə iştirak etmişik və onların ikiyüzlülüyünün dəfələrlə şahidi olmuşuq. Yəni bu ona görə biz bunu həmişə də bildiyimiz üçün, işlərin içində olub bildiyimiz üçün də deyirik ki, bu siyasəti Azərbaycan o şəkildə apardı ki, Avropa 30 trilyon ümumdaxili məhsulu olan bir ərazidir, bir ittifaqdır. Azərbaycanla müqayisə etmək mümkün deyil. Təbii ki. Amma siyasətə gələndə Azərbaycan siyasəti Avropa siyasətinə də, erməni işğalçılıq siyasətinə də qalib gəldi. Bu çox böyük uğurdur, çox böyük qələbədir və Amerikanı stimullaşdıran, həvəsləndirən və digər Avropa ölkələrinin özlərini, bir sıra Avropa ölkələri Azərbaycanla daha yaxından artıq əməkdaşlıq etməyə can atırlar. Niyə? Hamısı bu uğurun nəticəsidir. Azərbaycanın bu şəkildə, bu vəziyyətdən çıxması və qalib şəkildə çıxması hamını başa saldı ki, yox, Azərbaycanla intriqa aparmağa dəyməz, Azərbaycanla əməkdaşlıq etmək lazımdır, Azərbaycanla müqavilələr imzalamaq, iqtisadi, mədəni əlaqələrə girmək lazımdır və ona görə də biz tez-tez əsasən Şərqi Avropa ölkələrinin liderləri tərəfindən Azərbaycanı belə tərifləyən, Azərbaycanın mövqeyini bəyənən bəyanatlar eşidirik tez-tez. Və bu doğrudan da Amerika siyasətinin Cənubi Qafqaz bölgəsinə dəyişməsinin də səbəbkarı elə Azərbaycandır və Azərbaycanın apardığı siyasətdir. Ona görə də Sultan müəllim Rusiya və İranı nəzərdə tutaraq dedi ki, bölgədə həm də vəziyyətin sabitləşməsinə bu doğrudan da bizim üçün ən vacib olan məqamlardan biridir. Çünki Azərbaycan bir sendviçə bənzəyirdi sanki. Şimalda Rusiya, cənubda İran və hər zaman sıxılır iki təzyiq arasında, iki güc arasında. Amma bugün Azərbaycana təzyiq edə biləcək güc bölgədə mən deyərdim ki, mövcud deyil. Təhlükə həmişə var. İstənilən ölkə üçün var. Hətta Amerika Birləşmiş Ştatları kimi qüdrətli bir ölkə üçün də həmişə təhlükə var. Amma artıq bu günə qədər Azərbaycanı zəif hesab edənlər, Azərbaycana hər bir istənilən bəhanə ilə təzyiq edən dövlətlər artıq bu yoldan çəkinirlər. Çünki gördülər Azərbaycanın həm döyüş qabiliyyətini, həm siyasi qabiliyyətini, siyasi məharətini və ona görə də düşünürəm ki, bizim üçün
nəinki bizim üçün, bütövlükdə Cənubi Qafqaz ölkələri, xalqları üçün tarixin ən əlverişli bir məqamı yetişibdir ki, bu məqamda həm Azərbaycan, həm Ermənistan, həm Gürcüstanın güclü bir sıçrayışla inkişafı mümkündür. Mən çox vaxt Cənubi Qafqazı Baltikyanı ölkələrlə müqayisə edirəm bu cür müzakirələrdə. Baxın, SSR dağılanda da 3 Baltikyanı ölkə bir-biri ilə münasibətlərini elə qurdular ki, öz aralarında çıxa biləcək bütün münaqişələri kənara qoydular və o münaqişələr yaranmadı. Ona görə də onlar nisbətən çox az itki ilə Sovet İttifaqından ayrıla bildilər. Təəssüf ki, bizim bölgədə, Cənubi Qafqaz bölgəsində 3 ölkənin hər biri fərqli yol tutdu. Və burada bir siyasət birliyi, bir niyyət birliyi olmadığından bizi çox rahat şəkildə 3 ölkənin üçünü də 30 ildən çox asılı vəziyyətdə saxladılar və inkişafdan geri qoydular. Və əgər Qarabağ məsələsi öz həllini tapmasaydı, bu asıllıq 10 illərlə də davam edə bilərdi. Bizdən çox-çox qüdrətli ölkələr, məsələn elə İsrail kimi, İsrail kimi ölkə, hərbi texnologiyası birbaşa Amerikanın hərb sənayesi ilə bağlı olan bir ölkə öz problemini 70 ildən çox da həll edə bilmir. Məsələn, Argentina boyda dövlət, yəni onun ərazisi, onun əhalisi, ümumdaxili məhsul Azərbaycanla müqayisə olunan deyil. İngiltərə ilə öz problemini belə ölkələrin sayəsində çoxdur, bəli. Yəni, ona görə də bütün bunların fonunda Azərbaycanın bu problemi həll etməsi bütün bu gün baş verən hadisələr, müsbət hadisələr üçün bir qapı açdı, bir yol açdı. Və bugün ölkədə baş verən bütün hadisələr demək olar ki, ancaq özündən daha müsbət sonraki hadisələri yetişdirir. Cənub Qaz dəhlizinin reallaşması, Bakı-Tbilisi-Qars marşrutunun reallaşması, indi Zəngəzur dəhlizinin reallaşması yaxın gələcəkdə. Bütün bunlar, bayaq dediyimiz kimi, bütövlükdə insanlığa xidmət edir. Yəni, təkcə Azərbaycan marağı deyil, hamı bundan sonunda faydalanacaq. Elə sülhdən danışmışkən onu da vurğulamaq lazımdır ki, Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün Zayed elə bizim süjetimiz olacaq bununla bağlı da və mükafat təsis edib və həmin o mükafatlandırma mərasimində məhz sabah keçiriləcək və bununla bağlı da istərdim ki, müzakirəmizi edək, lakin müzakirəyə keçməzdən qabaq bir süjetimiz olacaq. Süjetdən dərhal sonra isə müzakirəmiz davam edəcək. Zayed İnsan Qardaşlığı mükafatı 4 fevral 2019-cu ildə Əbu-Dabidə imzalanmış Dünya Sülhü və Birgə Yaşayış Namini İnsan Qardaşlığı sənədinin tarixi əhəmiyyətini qeyd etmək məqsədi ilə təsis olunub. Həmin sənəd Əl-Əhzər Universitetinin böyük imamı Professor Əhməd Əl-Tayyib və Katolik kilsəsinin rəhbəri Papa Fransisk tərəfindən imzalanıb. Mükafat Birləşmiş Ərəb Əmirliklərinin qurucusu mərhum Şeyx Zayed bin Sultan Əl-Nəhyanın adını daşıyır. Onun humanizm, tolerantlıq və müxtəlif din və mədəniyyətlər arasında əməkdaşlıq hissi mükafatın əsas dəyərlərini təşkil edir. İnsan qardaşlığı sənədi barışıq və sülhə çağırış eləyir. Müasir dünyanın çağırışları fonunda dinlərin qlobal sülhün möhkəmləndirilməsindəki roluna diqqət çəkir. 2021-ci ildən etibarən mükafat dünyanın müxtəlif ölkələrindən olan fərdlər və qurumlar üçün açıq elan olunub. Məqsəd cəmiyyətlər arasında parçalanmaları aradan qaldıran, dayanıqlı icmalar formalaşdıran və insan həmrəyliyini gücləndirən təşəbbüsləri dəstəkləməkdir. 2026-cı ilin laureatları sırasında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında imzalanmış sülh və dövlətlər arası münasibətlərin qurulması haqqında saziş xüsusi yer tutur. İlin digər laureatı isə Əfqan qızların təhsil hüquqlarının müdafiəsi istiqamətində fəaliyyəti ilə seçilən Zərqə Yaftalidir. O, Əfqanistanda və digər bölgələrdə yüz minlərlə qadın və uşağa təhsil və psixososial dəstək göstərdiyinə görə mükafata layiq görülüb. Qeyd edək ki, 2026-cı ilin laureatları nüfuzlu beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.
Münsiflərin arasında Avropa İttifaqı Şurasının sabiq prezidenti Charles Michel, Özbəkistan Prezident Administrasiyasının rəhbəri Saida Mirziyoyeva və digər görkəmli ictimai xadimlər yer alıb. Münsiflər heyəti sülh sazişini Cənubi Qafqazda 10 illiklər boyu davam edən münaqişəyə son qoymağa yönəlmiş tarixi addım kimi qiymətləndirib. Qeyd olunub ki, saziş qarşıdurmadan əməkdaşlığa keçidi təşviq edir, etimad quruculuğu və normallaşma prosesinə yeni imkanlar açır. Prezident İlham Əliyev mükafatın sülh sazişinə verilməsini Cənubi Qafqazda sabitlik və əməkdaşlığın təşviqinə göstərilən beynəlxalq dəstək kimi dəyərləndirib. Ermənistanın baş naziri Nikol Paşinyan isə bunu regionda sülh səylərinin tanınması adlandırıb və birgə mükafatın qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verəcəyini bildirib. Qeyd edək ki, mükafatlandırma mərasimi fevralın 4-də BMT tərəfindən tanınan Beynəlxalq İnsan Qardaşlığı günündə Əbu Dabidə keçiriləcək. Və Qafqazda 10 illiklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişin paraflanmasına görə bu mükafat məhz təqdim olunur Prezident İlham Əliyevə və 2026-cı ilin mükafatçıları dialoq və birgə yaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib və elə sabah da bir anons keçim ki, elə canlı yayımda biz həmin mükafatlandırma mərasimini sizin diqqətinizə çatdıracağıq və elə mükafatlandırmadan danışmışkən mən istərdim ki, elə Zayed İnsan Qardaşlığı mükafatının qalibləri sırasında elə Prezident İlham Əliyev var. Sultan müəllim, yəni bu mükafatın verilməsi dövlət başçımıza və sözsüz ki, burada 8 avqust görüşü və uzun illərdir Azərbaycanın sırf sülh, barışıq və bölgədə sabitlik və əmin-amanlıq olsun mesajları təəssüf ki, Ermənistan tərəfindən bu qulaq ardına vurulurdu və axırda Azərbaycan və xüsusilə prezidentin siyasəti nəticəsində biz öz istədiyimizi əldə etdik. Və bu mükafatın verilməsi əslində çox böyük bir mənaya gəlir. Artıq təbii ki, yerdə qalan detalları da sizdən. Xüsusilə qeyd edim ki, bayaq söhbətin elə çox düzgün ardıcıl davamı olaraq möhtərəm cənab prezidentin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına çıxışında o qeyd eləmişdi ki, biz nəinki təkcə müharibədə qalib gəldik, biz eyni zamanda sülhə nail olduq. Yəni o sülhün məhz sülhə nail olmaq, həmin nəinki Azərbaycanda, regionda sülhün bir təsisçisi kimi cənab prezidentin o fəaliyyəti bugün artıq bütün beynəlxalq təşkilatlar tərəfindən tanınır və qəbul olunur və bu böyük sülh mükafatının cənab prezidentin təltif olunması onu göstərir ki, biz 30 il ərzində dünyaya öz multikultural dəyərlərimizi, sülh siyasətimizi, ölkədə bütün dinlər arasında olan qardaşlıq siyasətini həyata keçirdiyimiz o bəyanatlar bugün öz real nəticələrini verir və bunu artıq beynəlxalq ictimaiyyət qəbul edib və bunu bugün qiymətləndirir. Mən düşünürəm ki, biz həmin o siyahıda təltifə layiq görülən insanlara baxsaq, istər Roma Papası Fransisk, istər Guterreşin, istər Iordaniya krallarının, yəni o insanlar ki, insanlığa, birgə yaşayışa, dostluğa, əməkdaşlığa öz töhfələrini verib. Lakin cənab prezidentin məhz həyata keçirdiyi siyasət xüsusilə bugün bütün beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan bu siyasətin bir qiyməti olaraq cənab prezidentin bu mükafata layiq görülməsi onu göstərir ki, doğrudan da Azərbaycanın həyata keçirdiyi sülh siyasəti bugün təkcə Azərbaycan deyil, regionun sülh siyasətinə xidmət edir. Və mən düşünürəm ki, bu bizim üçün, ölkəmiz üçün və beynəlxalq hüququn, ədalətin bərqərar olunması üçün bir qiymətdir. Bu cənab prezidentin bir daha regionda həyata keçirdiyi sülh siyasətinin bir bariz nümunəsidir və onu qeyd edim ki, bu illər ərzində əgər siz baxsanız, cənab prezident təkcə siyasi arenada deyil, digər sahələrdə də sülhə xidmət edən siyasətin nəticəsi olaraq mən bir nümunəni gətirim ki, bu yaxınlarda elə bizim ulu öndərin adında daşıyan Heydər Əliyev fondu məsələn təhsil sahəsində Həmdan mükafatına layiq görüldü. Bu onu göstərir ki, cənab prezidentin rəhbərliyi altında bütün istiqamətlərdə həyata keçirilən siyasətin nəticəsi artıq beynəlxalq təşkilatlar tərəfindən layiqincə qiymətləndirilir və düşünürəm ki, bu Avropaya, digər bir sıra ölkələrə bir nümunədir, bir mesajdır ki, bizim illərlə ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasətimizin nəticəsi bugün reallıqda öz əksini tapmış və xüsusilə bu mükafatın cənab prezidentin layiq görülməsi
regiona və insanlığa xüsusilə qeyd olunur ki, əzablar çəkən insanların həyatının xilas olunmasına. Yəni bu konseptdə baxanda bu təkcə müharibə, bizim torpaqlarımızın işğaldan azad olunması, yəni bizə xidmət edən siyasət deyil, bu bütün regiona xidmət edən, insanlığa xidmət edən bir fəaliyyətin qiymətləndirilməsidir. Çox təşəkkür edirəm Sultan müəllim. Elə Cavanşir müəllim, siz bu mükafatla bağlı mən istərəm elə sizdən də biraz eşidək. Mükafatın adı elə onun mahiyyətini əks etdirir. İnsan qardaşlığı. Azərbaycan bu yolda kifayət qədər təşəbbüslər göstərib, fəaliyyət göstərib. Mədəniyyətlər arası dialoqun məhz Azərbaycanda keçirilməsi, Bakı prosesi, humanitar forumlar, bu kimi tədbirlərin keçirilməsi əslində nədən xəbər verir? Azərbaycan siyasətinin insanpərvər olduğundan, bəşəri miqyasda, dünya miqyasında insanları bir-birinə yaxınlaşdırmaq siyasətindən söhbət gedir və bu siyasətin nəticəsi olaraq da elə torpaqların işğaldan azad olunmasından dərhal sonra ilk sülh təklifini, sülh təşəbbüsünü irəli sürən də Azərbaycan oldu. Burada Amerika prezidentinin xüsusi elçisi Vitkovun sözlərini də xatırlamaq yerinə düşər. Vitkov verdiği müsahibələrin birində demişti ki, biz Azərbaycan prezidentindən soruşduq ki, siz niyə davam etmədiniz müharibəni, siz bütün Ermənistanı da ala bilərdiniz. İlham Əliyev cavab verdi ki, bizə öz torpağımızı qaytarmaq lazım idi, artıq bir şey istəmirdik. Bu da insan qardaşlığı mükafat belə adlanır. Bu da insani dəyərlərin Azərbaycan siyasətində yer aldığından xəbər verir. Adətən, baxın, qərb filosofları deyirlər ki, siyasətdə heç bir əxlaq, dəyər, insan dəyərləri olmaz. Onlar belə inanırlar. Amma şərq siyasətində hər şey ölçülüb biçilir. İnsan, insanın dəyəri, cəmiyyət, cəmiyyətdə reaksiya, hər hansı bir hadisəyə, istər siyasi hadisə olsun, istər mədəni hadisə olsun, cəmiyyətin reaksiyası, bütün bunlar ölçülür, biçilir, sonra addım atılır. Və baxmayaraq, nəzərə alaq ki, Birləşmiş Ərəb Əmirliklərinin nüfuzu mükafat olmasına baxmayaraq, yəni təsisçilər arasında eyni zamanda xristian dinini təmsil edənlər də var. Bu əslində elə budur, insan qardaşlığı elə bu deməkdir. Bu dünyanın ən məşhur, ən bəlkə teokratik deyərdim, monarxiyalarından biri. İnsan qardaşlığı mükafatı təsis edir və onu dini mənsubiyyətindən, mədəni mənsubiyyətindən, sivilizasyon mənsubiyyətindən asılı olmayaraq fərqli adamlara təqdim edir. Çünki burada hansısa adama bunun təqdim olunması onun hansı mədəniyyətə mənsub olması ilə deyil, onun bəşəriyyətə göstərdiyi xidmətlərlə bağlıdır. Və İlham Əliyevin bəşəriyyətə göstərdiyi xidmətlər o dərəcədədir ki, o Nobel mükafatına da, ondan daha böyük mükafatlara hamısına layiqdir. Amma bugün ilk təşəbbüsü bunlar irəli sürüblər və Zayed İnsan Qardaşlığı mükafatını hələlik təqdim ediblər. Düşünürəm ki, bu həm Azərbaycanın bugünkü gənc nəsli üçün əslində bir nümunədir, örnəkdir ki, yəni siyasət əxlaqlı olmalıdır, siyasət insani dəyərlərə əsaslanmalıdır, siyasət ayrı seçkilik əsasında aparıla bilməz, nə mədəni ayrı seçkilik, nə irqi ayrı seçkilik, dini ayrı seçkilik. Bütün bunlar, yəni biz bütövlükdə normal insan cəmiyyəti yaratmaq istəyirik və elə bir cəmiyyətdə yaşamaq istəyirik. Özümüzə nə arzuluyuruqsa, qonşularımıza da, bütün dünyaya da onu arzuluyuruq. Azərbaycan devlətinin apardığı siyasət də elə budur. Baxın, Azərbaycanın əgər münasibətdə olduğu ölkələrin mahiyyətinə baxsanız, görərsiniz ki, çox fərqli həm İslam dünyası ölkələri ilə, həm Xristian dünyası ölkələri ilə, həm Şərq, həm Qərb, həm Cənub yarımkürəsi ilə, Afrika ölkələri ilə, yəni kimə lazımdır? Kiçik ada ölkələri olsun. Kimə lazımdır? Kömək olunur. Kimlə əməkdaşlıq eləmək lazımdır? Onunla əməkdaşlıq olunur. Kimdən hərbi yardım almaq lazımdır? Kiməsə hərbi yardım etmək lazımdır və s. Yəni, Azərbaycan bütün öz milli maraqlarını öndə tutmaq şərti ilə, eyni zamanda bütün dünyanın bütün ölkələri ilə hər cür əməkdaşlığa açıq bir ölkədir. Bu, Azərbaycan öz müstəqilliyini birinci dəfə təmin edəndə də bəyan olunub və 91-ci ildə bərpa olunanda da bəyan olunub. Və bugünkü Azərbaycan siyasəti də məhz həmin
müstəvidən öz fəaliyyətini davam etdirir. Və ona görə bu mükafatın və bu kimi digər mükafatların da Azərbaycan liderinə təqdim olunması tamamilə təbiidir və məntiqlidir. Son dəqiqələrimiz qalıb. Sultan müəllim, siz nəsə əlavə etmək istəyirsinizmi bu mövzuyla bağlı? Mən bu mövzuyla bir məsələni Cavanşir müəllim qeyd elədi. Yəni bu mükafatın həm təsis olunması, həm buna qədər təltif olunmuş insanların siyasına baxanda, bu əlbəttə Azərbaycanla Ermənistan arasındakı paraflanmış sülh müqaviləsinin həsr olunmuş, bunun nəticəsi olaraq bir mükafat kimi qeyd olunur. Lakin bu illərlə cənab prezidentin bəşəriyyətə Cavanşir müəllim dediyimi verdiyi, o göstərdiyi xidmət, dinlər arası münasibətlərə göstərdiyi xidmət, bugün bütün dünya ictimaiyyətinə multikultural dəyərlər nümunə olan bir ölkənin liderinin uzun illər boyu həyata keçirdiyi xarici siyasətdə verilən bir qiymətdir. Yəni bugün biz baxsaq, həmin o Vatikan ki qeyd elədiyi, bugün Azərbaycan ilk müsəlman ölkəsidir ki, Vatikanla o cür əməkdaşlıq münasibətlərinə mövcuddur aramızda. Yəni bütün bu siyasət istər regionda, istər regiondan kənar, biz bayaq Fransadan danışdıq, Azərbaycan Fransada ondan çox kilsənin təmirinə dəstək göstərən bir ölkə, bugün o münasibətlərə baxmayaraq yenə də insanlara, bəşəriyyətə, sülhə, dostluğa, əməkdaşlıq xidmətən bir ölkədir və cənab prezidentimizin bu mükafata layiq görülməsi onun təkcə bu müqavilə deyil, illərlə həyata keçirdiyi uğurlu xarici siyasətin və dostluq, sülh siyasətinin bir qiymətləndirilməsidir. Çox təşəkkür edirəm sizə Cavanşir müəllim, Sultan müəllim, çox təşəkkür edirəm və bir daha xatırladıram ki, studiyamızın qonaqları millət vəkilləri Cavanşir Feyziyev və Sultan Məmmədov idi və Xəbər axşamı bugünlük öz işini yekunlaşdırır. Sabah 20:00-da yenidən görüşmək ümidi ilə gecəniz xeyrə qalsın.